Bismillahirrahmanirrahim. Şirin, şeker, gül balalar. Axşamınız xeyirli olsun. Bahar xala yenidən gəlib sizə çox maraqlı nağıl danışmağa. İnanıram ki, hazırladığım nağılı çox bəyənəcəksiniz. Bugünkü nağılımızda özgüvəndən söhbət gedəcək. Yəni nə? Bəzi uşaqlar var ki, mən heç nəyi bacarmıram, mən rəsm çəkməyi bacarmıram və yaxud da mən nəsə düzəltməyi bacarmıram, tək çölə çıxmaqdan qorxuram və s. və ilaxır. Bu kimi şeylərdən qorxaq uşaqlara da adətən özgüvəni olmayan uşaqlara hazırlamışam bu nağılımızı. İnanıram ki, ümid edirəm ki, bəyənəcəksiniz və daha ondan sonra özgüvəniniz öz yerinə qayıdacaq. Hə, uşaqlar. Deməli, biri var idi, biri yox idi. Orxan adında bir oğlan var idi. Bu Orxan heç rəsm çəkməyi bacarmırdı. Heç. Rəsm dərsi gələndə çox pis olurdu ki, mən heç nəyi bacarmıram, bu rəsm dərsini niyə çıxardıblar, mən rəsm dərsi istəmirəm, deyə öz-özünə narazı halda deyinirdi. Və onların bir çox gözəl rəsm müəllimi var idi. Bu rəsm müəllimi gəlib Orxana yaxınlaşıb dedi, oğlum, nə gözəl rəsm çəkmisən? Ağ dağlar və ağ ayı. Çox gözəldir. Bizim Orxan isə dedi, çox gülməlidir. Mən oraya heç nə çəkməmişəm. Orada nə var ki? Bizim rəsm müəlliməsi dedi, deməli, sən heç nə çəkə bilmirsən? Bir dənə nöqtə qoysan və davamı gedəcək. Bizim Orxan da başladı bir dənə nöqtə qoymağa və dedi, ala, nöqtəni qoydum. Və müəlliməsi dedi, altından imzanı çək və yaxud da öz adını yaz. Bizim Orxan isə başladı öz adını yazmağa. Bəli uşaqlar, öz adını yazdı Orxan. Dərs qurtardı, evlərinə getdilər. Səhər məktəbə gələndə gördü ki, rəsm müəlliməsinin öz partasının stolunun arxasında bizim bu Orxanın çəkdiyi nöqtəni çox qəşəng bir ramkaya alıb, çox özdə qəşəng uşaqlar və onu yuxarı hissədən asıb. Orxan onu görəndə dedi, mən bundan da yaxşı nöqtə çəkə bilərəm. Bu, yaxşı olmayıb, çox qəşəngini çəkə bilərəm. Və onun işlətmədiyi boyaları, karandaşların hamısını ortalığa tökdü, müxtəlif nöqtələr çəkdi. Bir dənə balaca nöqtə, bir dənə yekə nöqtə, müxtəlif ölçülərdə nöqtələr çəkməyə başladı. Və uşaqlar neynədi? Tək qara rəngdən yox, müxtəlif rənglərdən sarı nöqtə, yaşıl nöqtə, qırmızı nöqtə, göy nöqtə. Uşaqlar hətta yaşıl rəngini göylə sarını birləşdirib yaşıl rəngini də kəşf eləməyə bacarmışdı bizim Orxan. Hə, uşaqlar. Deməli, bizim Orxan çox gözəl rəsmlər, çox gözəl nöqtələr çəkməyə başladı. Biraz yekə, biraz bazar və başladı yekə vərəqlərdə rəsm çəkməyə. Mən bundan da qəşəng çəkərəm, bundan da yekə nöqtə çəkə bilərəm. O qədər nöqtələr çəkmişdi ki, uşaqlar çoxlu nöqtə vərəqləri oldu. Və onun üçün müsabiqə keçirdilər. Orxanın bu nöqtələri, çəkdiyi nöqtələr bütün dünyaya yayılmışdı uşaqlar. Və sərgidə nümayiş elətdirirdilər və bu sərgiyə çoxlu adamlar gəlirdi. Təəccüblü şəkildə həmin nöqtəyə baxırdılar və heyrətamiz şəkildə baxırdılar. Onların içində bir balaca uşaq var idi və Orxana yaxınlaşıb dedi, ay, bu nöqtələri sən çəkmisən, nə gözəl çəkmisən sən bu nöqtələri, mən heç bacarmıram belə nöqtə çəkməyi. Və bizim Orxan müəlliməsinin elədiyi hərəkətləri balaca oğlana qarşı elədi. Onda düz xət çək görüm. Orxan, balaca oğlan dedi, mən heç düz xət də çəkə bilmirəm. Və dedi, qorxma və sına. Bizim oğlan xət çəkmək istəyəndə əlləri o qədər əsirdi ki, xət əyri-əyri gedirdi. Və Orxan dedim, çox gözəl, indi isə altından imzanı at. Beləcə uşaqlar altından imzasını atdı. Bizim Orxan da müəlliməsinin elədiyi hərəkət kimi onun əsərini, onun çəkdiyi xətti qıraqdan elədi, nümayiş elətdirdi. Və həmin oğlan da özgüvəni geri qaytardı. Və bizim bu oğlan da
Çox qəşəng rəsmlər çəkdi və uşaqlar hətta düz xətti çəkə bilməyən oğlan o qədər güvəni var idi ki, o qədər Orxan onda güvən yaratmışdı ki, neynədi uşaqlar? Böyüdü, çox gözəl bir rəssam oldu. Hə uşaqlar, buradan öyrənirik ki, insanın özgüvəni olması, yəni bacarmıram deyib də həmin işə getməməsi böyük bir səhvdir. Çalışaq ki, bacarmasaq belə həmin işi mütləq ki, sınaqdan keçirdik. Buradan nümunə alaraq Orxanın müəlliməsindən ki, Orxanın müəlliməsi ona o özgüvəni verməsəydi, bu gün Orxan həmin işi bacarmazdı. Və kimlərəsə də neynəməzdi? Həmin özgüvəni verə bilməzdi. Odur ki, çalışaq hər bir işimizdə neyniyək? Bacarıqlı olaq və həmin işi mütləqdir ki, neyniyək? Uşaqlar, həmin işi mütləq ki, bir dəfə də sınaqdan keçirdik. Sınaqdan keçirmək nə var ki? Pis bir şey deyil ki. Sınaqdan keçirdik və istəyiriksə həmin işin üzərindən gedək və böyüyəndə neyniyək? Bu işin mütəxəssis olaq. Bu işi çox yaxşı bacaranlardan olaq. Odur ki, heç bir işdən qorxmayaq, heç bir sənət işindən də qorxmuruq və daima bütün məktəbdən bütün dərslərimizi oxuyuruq və bacarmırıq söhbətini demirik özümüzə. Və çalışaq öz-özümüzə deyək ki, mən hər bir işi bacarıram, hər bir dərsi oxuya bilərəm, hər bir işi də eləyə bilərəm. Qurtardı getdi. Və neynirik uşaqlar ondan sonra bütün işlərimizi bacara bilirik. Bacarmasaq belə həmin işi sınaqdan keçirdirik, bilirik ki, nə qədər bacara bilirik həmin işi. Hə uşaqlar. Bugünlük də görüşümüz bu qədər. Çalışın ətrafınızda olan uşaqlara heç vaxt deməyin ki, sən bunu bacarmırsan, eləmə, sən bunu bacarmırsan, eləmə. Sözünü qəti deməyə. Çalışaq hər zaman ümid verək ki, sən bunu bacara bilərsən, sən bunu bacara bilərsən. Ümidlərini verək və həmin insan da ümidlənib, həmin işin arxasıca getsin. Hə uşaqlar, çalışaq ki, ətrafımızda olan uşaqlara heç zaman deməyək ki, sən bu işi bacarmayacaqsan, sən bu işi bacarmırsan, görmə, eləmə. Bu cümlələri qəti heç bir dostumuza, evimizdəki bacı qardaşlarımıza deməyək. Hər şey ümid eləyək ki və deyək ki, sən bu işi bacara bilərsən, sənə inanıram, sənə güvənirəm. Bu sözləri desək, mütləqdir ki, həmin insan da o işi mütləqdir ki, bacaracaq. Əziz valideynlər, sözüm sizədir ki, çalışaq ki, biz övladlarımıza sən bacarmarsan, sən bacarmayacaqsan, əziyyət çəkmə bu qədər. Sözünü, cümlələrini işlətməyək. Çünki biz övladlarımıza nə qədər ümid versək, çünki onlar bizdən ümid alırlar, özgüvən alırlar. Nə qədər ümid versək, özgüvən yaratsaq, mütləqdir ki, övladlarımız böyüyəndə çox yaxşı bir sənətə nail olacaqlar, əldə eləyəcəklər. Odur ki, uşaqlar, indi sizlər də yerinizə girin, mışıl-mışıl yatın və sabah mütləqdir ki, nağlımızı dostlarınıza danışın. Sağ olun, Allah amanında qalın. Gecəniz xeyrə qalsın.